İkinci mövzumuza. Oyunlar. Oyunlar ümumiyyətcə tayı bərabəri olmayan mövzudur. Yəni oyunsuz uşağı təsəvvür etmək mümkün deyil. İstər testdə, istər müsahibədə oyun istər diqqətlə qulaq asarsa, unutduğun nəsə ola bilər. Yəni oyunlar tayı bərabəri olmayan, olmazsa olmaz mövzularımızdandır. Oyunların əhəmiyyəti nə olar, ay müəllimələr? Uşaqlar üçün əhəmiyyəti nə olar oyun? İdrak inkişaf, fiziki inkişaf, sosiallaşma, ay sağ ol, nitq inkişaf edir. Ay sağ ol. Elə uşaqlar ki, sakit uşaqdır da, amma oyun oynayan kimi uşaq qaynayır da, elə deyilmi? Öyrənməyə çalışır. Öyrətmək məqsədi daşıyır, tərbiyə məqsədi daşıyır, təhsil, təlim, hamısı oyunlar. Ay sağ ol. Bəli, oyunda cəmlənir. Əslində sizin gözünüzün qarşısında uşaqların oynadığı bütün oyunların adları var. Adi, məsələn, tutaq ki, hələ bir adi nümunə gətirəm. Məsələn, iki uşaq oynayır, belə deyək də, birdən oyuncaq qırıldı. Gəlib deyək ki, mənim oyuncağımı düzəldə bilərsən, çox oldu elə şeylər, elə deyil mi? O oyunun adı var, onun adı sərbəst oyundur. Və yaxud da iki uşaq oynayır, oynayırlar, amma bir-birlərindən oynamırlar. Sadəcə deyir, sənin də gəlinciyin qırmızı tonu var, sənin də maşının, bəli, maşının ağ maşının var, belə danışır. Demək ki, oyunun adı var imiş, paralel oyun var. Aydın olur. Və yaxud da, belə deyək, oyuncaqlarla oynayır uşaq, hissələrə ayrılan oyuncaq var, nəysə o bayaq dediyim puzzle var ha. Onları birləşdirir, sən demə o oyunun adı var imiş, didaktik oyunuymuş o. Yəni, hər bir oyunun, uşağın oynadığı hər bir oyunun nəyi var, adı var. Oyunlar rəngarəngliyinə, mövzusuna, məqsədinə görə iki yerə bölünür. Yaradıcı və qaydalı. Bəli, iki yerə bölünür. Birinci, yaradıcı oyunlar, diqqətlə qulaq asın, oyunlar bölünə gedəcək. O özləri tərəfindən. Yaradıcı oyunlar. İki, bəli, özləri tərəfindən. Qaydalı. İkinci, qaydalı oyunlar. Qaydalı oyunlar. Yaradıcı oyunlar, uşaqlar özləri tərəfindən yaradır oyunları. Özləri tərəfindən. Yəni, o uşaqdır da, gah rola girir, gah oyuncaqla oynayır, gah istədiyi kimi oynayır. Amma qaydalı oyunlar, tabi olur. Bəli, yaşlı nəsildən gənc nəslə ötürülən oyunlardır. Məsələn, gizlən qaçdı, qaçma tutmadı, sonra ölür, bən övşədi, ay sağ ol. Bəli, yaşlı nəsil tərəfindən gənc nəslə ötürülən oyunlardır. Gənc nəslə ötürülən oyunlardır. Bu ümumiyyətcə, bu 1 ilə 2 nəyin növləridir? Oyunların növləridir. Aydın oldu, 1 ilə 2. İndi mənə maraqlıdır ki, bəs yaradıcı oyunların növləri varmı? Bəs qaydalı oyunların növləri varmı? Ay sağ olun. Yaradıcı oyunların, sujetli, rollu oyunlar, ay sağ ol. İkinci, dramlaşdırılmış oyunlar, Üçüncü isə konstruktor oyunlar. Demək, sujetli rollu oyun nədir? Uşaqlar təqlid edirlər. Nənəni, babanı, tərbiyəçini təqliddir. Amma dramlaşdırılmış oyun da təqliddir. Orada da təqlid var. Şəbnəm mənim, nədir fərqi? Müəyyən bir mövzunu, yəni məzmun olmalıdır. Bəli, sujetli rollu oyunda öz babasını təqlid edirsə, turpun nəvəsi. Bəli, dram var da burada. Dramlaşdırılmasa nə götürülür? Turpun mağlındakı baba. Aydın ola bilər, nə bilim, Ay sağ ol, bəli. Məsələn, sujetli rollu oyunda mən desəm ki, dur ananı təqlid et, hər bir cür danışacaq. Hər kəs öz anası kimi danışacaq. Mən əgər desəm ki, amma dramlaşdırılmış oyun nağıl, hekayə, əsər, oradakı obrazları canlandırmaqdır. Çünki nədir? Dramdır, dram var burada. Aydın olur. Konstruktor oyunlar isə tikinti quraşdırıcı oyunlardır. Legolar var ha, onlardır. Aydın oldu? Xırda tikinti materiallarından istifadə edilir. Bura qədər aydın oldu? Olar, bəli. Məsələn, qarajın hazırlanması
hansıdır, üst-üstə qoyub kubun bina hazırlayır, maşın hazırlayır. Bu konstruktor oyunlardır. Demək, oyunların növləri hansılar olduğu bir də təkrar edir. Bunlar hansı oyunların növləridir? Bəli. Demək, yaradıcı oyunların növləri sujetli rollu oyunlar, dramlaşdırılmış oyunlar, konstruktor oyunlar. Bəs qaydalı oyunların növləri hansılardır? Didaktik oyunlar. Bəli, oyunları öyrənib Həlimə müəllimə. Mütəhərrik, bir də didaktik oyunlar. Baxın müəllimələr, mütəhərrik oyunların heç bir növü yoxdur. Növü yoxdur. Sadəcə olaraq 1.1 standartıdır. Sadəcə olaraq hərəkət var. Hərəkət, topu atır, tutur, qaçır, maşın sürür, rol kimi də, yəni sürür. Bunların hamısı mütəhərrik oyunlara aiddir. Mütəhərrik oyunlarda açar söz nə oldu? Hərəkətlilik. Bəs didaktik oyunlar nədir? Öyrədici. Ay, sağ ol. Öyrədici xarakter daşıyır, təlimləşdir. Burada hərəkət var, sadəcə qaçır. Amma didaktik oyunda öyrədirəm, öyrədici xarakter daşıyır. Məsələn, tapmacadır, sual verirəm, cavab verir də. Və yaxud da əqli hücumlar, və yaxud da şaxələndirmə, çarxı fırlayıram, ona uyğun nə sual düşərsə ona cavab verir. Bu didaktik oyunlardır. Mütəhərrik oyunların heç bir növü yoxdur. Nə sujetli oyunun növü yoxdur, nə dramlaşdırılmış, nə də konstruktorun, nə də mütəhərrikin. Amma didaktik oyunların özlərinin də növləri var. Görürsünüz necə bölünə gedir? Bəli, bax. Dedik ki, oyunların növləri yaradıcı qaydalıdır. Sonra yaradıcı oyunların növləri dedik sujetli rollu oyun, dramlaşdırılmış oyun, konstruktor oyun. Qaydalı oyunların dedik mütəhərrik, didaktik oyun. Mütəhərrikin yoxdur, didaktik oyunların növləri var. Hansılardır? 1. Şifahi oyunlar. Şifahi oyunlar. 2. Kömək edin Şəbnəm müəllimə. 2. Oyuncaqlarla oyunlar. Stol üstü oyunlar. Ay, sağ ol. 3-cü isə stol üstü çap oyunları. Bəli, demək. Necə dəqiqəm? Demək, didaktik oyunlar, dedik ha, öyrədici xarakter daşıyır. Bu 3 istiqamətdə uşaqları öyrədirik. Birinci, uşaqlara şifahi sual-cavab veririk. Sual veririk, cavab verir şifahi şəkildə. Onlar nağıl etməni də misal göstərmək olar, elə tapmacanın özünü də misal göstərmək olar. Bu şifahi oyunlardır. Oyuncaqlarla oyunlar adlarında mənaları var. Sadəcə olaraq adlarını öyrənmək lazımdır əzbər. Oyuncaqla oynayır da uşaq, gəlinci ilə oynayır, maşınla oynayır. Stol üstü çap oyunlarda bayaq dediyimiz puzzle'lardır, legolardır. Aydın oldu. Bu didaktik oyunların növləridir. Oyunların davamı var. Bir dənə bu Şəbnəm müəllimə zəhmət olmasa çəkək. Aha, saxlayaq, sonra silək. Deməli, oyuncaqlarla oyun, bax, şifahi oyun, stolüstü çap oyun, oyuncaqlarla oyun dedik də. Bu şifahi oyundur, stolüstü çap oyunları da onların növləri yoxdur. Amma oyuncaqlarla oyunların da növləri var. Görürsünüz, hamısının növləri var, hamısı bölünür. Birinci, hissələrə ayrılan oyuncaqlar, hissələrə ayrılan. İkinci, yığma üçün olan oyuncaqlar, yığma. Üçüncü isə stol üstü oyunlar üçün olan oyuncaqlar. Bəli, üçün olan oyuncaqlar. Bu mövzunu gələn dərsə təkrar qalın ki, yaxşı yadda qalsın. Aha, deməli, oyuncaqlarla oyun hissələrə ayrılanla yığma. Bir var ki, meyvədir də, tutaq ki, meyvəni, uşaq tam şəkildə meyvəni qarşısına qoyursunuz, hissələrə ayrılır. Var da o puzzle var hissələr oyununa ayrılır. Yığma isə hissələrə ayrılanı verirsən, yığır. Bu yığmadır. Stol üstü oyunlar üçün isə olan oyuncaqlar, o həmin sırf o puzzle üçün olan əyani vəsaitlər var ha. Sırf o kağızlardır, o əyani vəsaitlərdir. Bu aiddir stol üstü oyunlar üçün olan oyuncaqlara. Aydın oldu? Bir dənə də çəkim oldu. Çəkin. Sonra əlavə olaraq bunu da qeyd edeyim ki, oyuncaqlar necə oyuncaqlara rast gəlirik biz? Necə oyuncaqlar var? Bax, deyim bir içəsin. Sən çıxardan oyuncaqlar var. Səsli oyuncaqlar var. Ay sağ ol, insan, bəli, ay sağ ol, işıq yanan oyuncaqlar var. Ondan sonra insan, heyvan, bəli, maketlər üçün balaca olur, insanlar, heyvanlar. Bunlar üçün olan oyuncaqlar var, maşın var, gəlincik var, deyil mi? Oyuncaqlar çoxdur, bunlar da yadımıza saxlayırıq, hələ davamı var. Bu dediklərimiz ümumi oyunlar haqqında məlumat oldu. İndi oyunların başqa növləri də var, belə deyək, başqa növləri.
Yəni uşaqlar həmin oyunları necə oynayırlar? Hansı formada oynayırlar? O var. Bir, bəli, təklikdə oyunlar. Bax, adından məlum olduğu kimi nədir bu? Nə deməkdir bu? Ay sağ ol, uşaq tək başına. 0-2 yaş. Bəli, tək başına oynayır, 0-2 yaşlı uşaqları əhatə edir. Buna məsələn, aid etmiyorlar, amma saçı ilə oynayır. Və yaxud da barmaq əlləri ilə oynayır, paltarı ilə oynayır, barmaq əmməli. Bax, bunlar təklikdə oyunlara nümunədir. İkinci, paralel oyunlar. Paralel. Bir müddətdən bəli. Aha, eyni oyuncaq, fərqli oyun. Fərqli oyun. Uşaqlara qələm veririk, qələm paralel oyunlardır. Hər ikisinə 2 uşaqdır, 3 uşaqdır qələm veririk. Uşağın biri qələmdən müəllimə kimi, güya yazır, müəllimə kimi istifadə edir, digəri isə güya həkimdir, iynə kimi istifadə edir. Amma oyuncaq eynidir. Demək bu oyun nədir? Paralel oyundur. Bayaq dediyimiz kimi, 2-4 yaşlı uşaqlar rahat edir. Bayaq dediyimiz kimi, bax, necə ki deyirəm, bir yerdə oynayır, amma fərqli oyuncaqlarla oynayır. Bu olur deməli, fərqli oyunlar oynayır, eyni oyuncaqlar. Bu olur paralel oyunlar. Bir də, bax, təklikdə oyunda sizcə sosiallaşma olar mı? Xeyr. Yoxdur. Burada Sosiallaşma yox, bəli. Bəzən olur ki, uşaq bir-birinə danışır, ona görə paraleldə olur az sosiallıq. Az da olsa sosiallaşma var. Bir də gəlir üçüncü növ, əməkdaşlıq oyunlarıdır. Artıq hamısı birlikdə oynayırlar. Necə sosiallaşma olar burada? Tam sosiallaşma. Bəli, 4-6 yaşlı uşaqları əhatə edir əsasən. Əsasən 4-6 yaşlı uşaqları əhatə edir. Burada oldu əməkdaşlıq oyunları, tam sosiallaşma. Sonra var sensomotor oyunlar. Sensor sözünə hər halda rast gəlmişik də, hə? Sensor nədir? Toxunaraq, ay sağ ol. Klokun içində heç oyuncaqları yığıb uşağa deyirsinizmi ki, əlini sal, bir o nədir? Adı torbada nə var bu oyuncaq? Ay sağ, torbada nə var? Bəli, bax, əlini salır, o oyuncağın adını söylüyor. Və yaxud da həndəsi fiqurlar. Həndəsi fiqurları yığıram, uşaq əlini toxundurur, deyir, üçbucaqdır, kvadratdır. Bu oldu sensomotor oyunlar. Yəni, hiss üzvləri vasitəsilə oynanılan oyunlar. Bu aydın oldu. Yazıram hiss üzvləri. Hiss üzvləri. Sonra var sərbəst oyunlar. Özü seçirdi oyunları sərbəst şəkildə. Tək başına və yaxud da yaşlıları ilə oynayır. Təklikdə oyunlar bilirsiniz fərqi nədir? Fərqi odur ki, onlar istədikləri zaman böyüklər onlara kömək edə bilər. Təklikdə oyunda heç kəsi ruhu da incilmir, öz-özünü oynayır. Amma sərbəst oyunda tək də oynaya bilər, yaşıdı ilə də oynaya bilər, hətta özü istəsə böyüklər də onlara kömək edə bilər. Siz özünüz demirsiniz, gəl oynayaq yox. Gəl oynayaq deyirsinizsə hansı oyundur? Əməkdaşlıqdır. Amma uşaq desə ki, ay müəllimə, gəlin oynayaq hansı oyundur? Sərbəst oyundur. Nə siz olmursunuz, nə yoldaşı olmur. Hansı oyundur? Təklikdə oyundur. Hiss üzvləri vasitəsilə oynayır. Hansı oyundur? Sensomotor oyundur. Paralel oyun isə dedik ki, 2 uşaq, 3 uşaq oynayır, amma sadəcə olaraq bir-birinə sual verir. Sadəcə olaraq, yəni eyni oyuncaqdır, amma fərqli oyunlar oynayır. Aydındır? Yəni mən belə düşünürəm ki, əslində